Bugün biz Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında Üzeyir bəyin 140 ilinə həsr olunmuş konsert proqramında iştirak etdik. Əlbəttə, Üzeyir bəyin musiqisini təbliğ etmək hər birimizin borcudur. Və bütün Azərbaycan janrlarının özəyini qoyan, bütün janrlara cığır açan Üzeyir bəyin yaradıcılığı hər birimiz üçün bir örnəkdir. Və bu məktəbi davam etdirmək və onun qoyduğu mirası təbliğ etmək hər birimizin borcudur. Eyleten